Quran-ı Kərimin Məaric surəsində 70-ci surənin 19-cu ayəsində belə bir ayəyə rast gəlirik. İnnəl insana xuliqa həluən. İnsan həris olaraq yaradılmışdır. Burada bizi maraqlandıran bir neçə cəhətlər meydana çıxır. İnsanın belə ki, təbiətində bir hərislik var. Müəyyən qədər bir acgözlük, tamahkarlıq var. İnsanın ruhu aləmində, nəfsi aləmində bir potensial olaraq Tanrı tərəfindən qoyulmuş bir xüsusiyyətdir. Lakin bu ayəni biz necə başa düşməliyik, ağa müəllim? Yaxud da bu potensialı, daxilimizdə olan o potensialı, təbiətimizdə olan həmin o qüvvəni necə tərbiyə etməliyik ki, o mənfiyə yox, müsbətə doğru yönəlsin? Əlbəttə ki, tərbiyə şərtdir, çox önəmli bir addımdır. İnsan tərbiyə almır insan, tərbiyə olunur. Çünki örnək götürməli, nümunə götürməlidir. Və Quran-ı Kərimin kontekstinə baxdığımız zaman insan hökmünü bir ayəyə görə yox. İnnəl insana xulqa haluan, məsələn, insan həris doğulmuşdu və yaxud yaradılmışdı, var edilmişdi ayəsi ilə yanaşı. Quran-ı Kərimdə başqa bir yerdə İnnəl insana li hubbihi leşədid. İnnəl insana, yəni insan, gerçəkdən insan mala qarşı çox şiddətli bir sevgisi var, sevdası var. İnsan dünya qarşı hərisdir. Başqa bir yerdə var ki, əmanət verildi insana, insan zalim oldu. Yəni bu tipli Quran-ı Kərimdə fərqli yerlərdə bu yeryüzünün xəlifəsinin portreti çəkilir. Onun fikir atlası, onun düşüncə dünyasının o koordinatları verilir ki, insan biraz özünü görsün, insan biraz özünü tanısın, o mərifət aləminə yönələ bilsin. Və bütün hər şeyin başlanğıcı insanın daxilindən başlayır, insanın içindən başlayır. Və ona görə sevgili Peyğəmbərimiz deyir ki, aleyhissalatü vesselam, mən arəfə nəfsəhu, arəfə Rabbəhu. Bir tanıma prosesi var. Çünki insan nə qədər çox tanıyırsa, o qədər çox dəyər verir. İnsan nə qədər çox tanıyırsa, o qədər çox sevə bilir. Vətən də belədir, millət də belədir, övlad da belədir və həyat da belə, kainat da belədir. İnsan yaradılış aləmində bu sənət əsərlərini o böyük sənətkarın qüdrət əlindən, nəqqaş əzəlinin fırçasından çıxan bu gözəllikləri gözəl seyr edib görməli və bir təslim olmalıdır. Odur ki, bir şeyin fərqinə varacaq. Bəli, insanın daxili dünyasında Allah-u Teala mala bir sevgi yaradıb. Bu sevgini insan gərək tərbiyə eləsin. Bunun həddini, sərhəddini təyin etsin. Təyinatlarını, koordinatlarını düzgün versin. Yox, əgər bu insan dediyimiz uca varlıq içərisindəki daxili hisslərinə alidə olarsa, onu boş buraxarsa, onda nəfis artıq o kiçik firon böyük firona çevriləcək, tuğyan eləyəcək. İnsanın daxili dünyasını tarmar eləyəcək. Bu sadəcə insanın özü ilə olmayacaq, yetinməyəcək. Və təbii ki, belə ziddiyyətli, eyni zamanda təlatumlu bir adamın ailəsində də huzur olmayacaq. Ona görə tərbiyə dediyimiz əslində tərbiyə nədir? Həddini bilməkdir. Tərbiyə insana həddini bildirir ki, bəli, mən hansı çərçivədə hərəkət etməliyəm, bu dünyada nə qədər az adam, Allah Teala mənə bu verdiyi nemətləri nə üçün verib? Bu nemətlər təbii ki, bir vasitədir. Lə in şəkərtum lə zidənnəkum. Quran-ı Kərim bir şükür mövzusunu ortaya qoyur. Və əslində bu tamahkar insanın önündə bir tablo var. Əgər Quran oxuyursa insan, o Quran ölkəsinin bir şəhərində bəyə oxuduğumuz ayə ilə yanaşı digər ayələrə də rast gəlir. Və ayələr hərəsi olduğu yerdən, məqamdan insanı irşad eləyir. İnsanın qaranlıq dünyasına işıq olur, nur olur və insan gerçəkdən bu faciəli həyatdan qurtarır və ayılır, oyanır. O depressiyadan qurtarır, tənhalıqdan qurtarır, gülşənşinlikdən qurtarır və haramın o zəhərindən, təhlükələrindən xilas olur. İmam Qəzali İhya Ulumuddin əsərində təqribən nəfsin 40-a yaxın xəstəliklərini sadalayır. Bu 40 xəstəliyin içərisində tamahkarlığı da görürük. Ona görə görürük ki, Quran-ı Kərimin ayələri və Peyğəmbərimiz Aleyhisselatü Vesselamın da hədisləri deyir, o yəkə şuhhə bir hədis şərifdə deyir ki, aman deyir, siz deyir, tamahkarlıqdan uzaq durun deyir. Bəli, insan təbiətində bu xüsusiyyət var, bunu inkar etmək mümkün deyil. Bəlkə bu xüsusiyyəti müsbət cəhətə yönəldək. Tamahkarlıq, hərislik varsa, onu dünya malına deyil, elmə, biliyə yönləndirək. Hərislik, tamahkarlıq varsa, başqalarının haqlarına göz tikmək yox, onu yaxşı işlərə, gözəl işlərə yönətsək, bəlkə bu tərbiyə prosesində və bu bizə Tanrı tərəfindən qoyulan potensialı
düzgün istiqamətdə istifadəsinə gətirib çıxarda bilərik? Sizin də fikirləriniz çox maraqlıdır. Sağ olun, gözəl əslində yönəltmə oldu bu. Uca yaradan iblisi yaratdığı zaman onu indi gördüğümüz halıyla yaratmamıştı. Onda şər var eləməmişdi. İblis o zaman iblisə çevrildi. O zaman şeytan olub şatana rəhmətdən qovuldu ki, Həzrət Adəmin varlığındakı dediyiniz o potensialı, Allahın yarattığı o nuru təsdiq etmədi, təkzib etdi. Seyirdən səcdəyə deyil, seyirdən üsyana üst tutdu. Baxın, elə işin pik nöqtəsi, ən əhəmiyyətli yeri buradır ki, insan bir gün özünü o Adəm olan tərəfinə baxır, bəşər olan yönünə tamaşa edir və bir də baxır ki, mən insanam. Allah-u Teala məni Adəm yoxluqdan yaradıb, mənə bəşər bir cəsəd, bir vücud verib, bunun da təbii ki, içərisində dünyəvi bir yönləri var. Amma bütün bunları hamısını bir araya topladığın zaman insanda bir səfərbərlik ruhu ortaya çıxır. Bəli, mən Allahın quluyam, mən onun əmrlərini yerinə yetirməliyəm. Bu kainat, bədənim belə Allahın mülküdür. Danışan dilim belə onun istəyi ilə danışır. Görən gözüm belə onun Əl-Basir isminin təcəllisidir və mənim varlığımda Rəbbimin əsması təcəlli edir. Və qul burada işin içərisindən sıyrılır və dediyiniz kimi əlindəki malı başqası ilə paylaşmağa başlayır. Çünki deyir ki, bu ortaq dəyərimizdir. Bəli. Bunu Allah-u Teala təkcə mənə verməyib. Düşünün, məsələn, bir məclisdə oturmuşuq, 10 nəfər adam. İçəri, məsələn, biri bir meyvə ilə daxil olur. Üzərində, məsələn, bir boş qabın içərisində 10 da meyvə var. Və bir nəfərə yaxınlaşıb o meyvəni təqdim eləyir. O insan bütün meyvələri götürür, özündə saxlayır. Bir də düşünün ki, o adam alır və oradakı 10 nəfərə paylayır. Və insan payladığı zaman 10 könüldə sevgi yaradır, mərhəmət duyğularını, şəfqət hisslərini yaradır. Və 10 nəfərin haqqını yeyən insan 10 nəfər tərəfindən sitəm olunur, təyin olunur və hər insan da ona baxır və gerçəkdən ona bəddua eləyir. Ona görə cəmiyyətin içərisində, xalqın arasında imkanı olan, varı olan, sərvəti olan insanlar bir şeyin fərqinə varmalıdırlar ki, Allah Teala o malı, o sərvəti sizə imtihan üçün verib. O fəqir qardaşının, o miskin, o yoxsul adamın da təbii ki, sənin malının içərisində haqqı var. Çünki Quran-ı Kərim bunu söylüyor. Sən zəkatını çıxarmaqla, infaq eləməklə, əslində o insanın qəlbində bir sevgi yaratmaqla öz içərindəki xəstəliyi müalicə eləyirsən. Çünki sevgili Peyğəmbərimiz Aleyhisselatü Vesselam bir hədisində buyurur ki, deyir, verən əl, alan əldən daha xeyirlidir. Demir, alan əl xeyirsizdir. Əslində burada ehtiyaclı bir əldən danışır. Odur ki, cəmiyyətdəki müvazinəti qurmaq üçün, tənzimləmək üçün zəngin insanlar da olur, fəqir insanlar da olur. Odur ki, fəqirlik, kasıblıq insanın qədəri də deyil. Əslində bir insan deməməlidir ki, mən yoxsulam. Elə bir şey yoxdur. İnsan yoxsulluğun girdabından qutara bilər. Önəmli olan qəlbin zənginliyidir, için zənginliyidir. Odur ki, tamahkarlıq əslində bir bəladır, amma eyni zamanda bir gücdür. Nəfis insanın daxilindəki bir yaradır, eyni zamanda sağaldığı zaman çox qüvvətli bir gücə çevrilir. İnsan gərək daxili dünyasını eləsin, tərbiyə eləsin, irşad eləsin.